Değerli izləyicilərimiz, davam edirik. Milli Məclis əmək pensiyaları haqqında qanunda dəyişiklikləri 3-cü oxunuşda qəbul edib. Bu dəyişikliklər əmək münasibətlərinin tənzimlənməsində hansı yenilikləri ehtiva edir? İşə götürən və işçilər üçün nələri nəzərdə tutur? Bəli, mövzunu daha ətraflı aydınlaşdırmaq üçün hazırda bizimlə canlı bağlantıda həmkarımız Elnarə Həsənova olacaq. Elnarə millət vəkili Aydın Hüseynovdan ətraflı məlumat almağa çalışacaq. Elnarə artıq efirdədir. Elnarə, eşidirik. Sizi buyurun. Bəli, Namiq, bugün Milli Məclisdə keçirilən plenar iclasda müzakirə olunacaq əsas mühüm məsələlərdən biri də əmək pensiyaları haqqında qanuna dəyişikliklər idi ki, hansı ki 3-cü oxunuşda qəbul olunub, hansı dəyişikliklər nəzərdə tutulub, hansı dəyişikliklər olundu. Bu barədə bizə ətraflı məlumatı Milli Məclisin deputatı Aydın Hüseynovdan eşidəcəyik. Aydın müəllim, xoş gördük sizi. Əmək pensiyaları haqqında qanuna hansı dəyişikliklər olundu? Əmək pensiyalarına edilən bugünkü dəyişiklik ən başlıca mahiyyəti müəyyən güzəştli şərtlərlə təqaüdə çıxan, pensiyaya çıxan şəxslərin pensiya ödənişlərin maliyyə mənbələri və əsas maliyyə mənbələri müəyyənləşdirilir. Burada maliyyə mənbəyi olaraq dövlət büdcəsi göstərilir. Çünki əsasən pensiyaların ödənişi pensiya fondu hesabına, orada yaranmış kapital hesabına ödənilir və yaxud da dövlət pensiya fondunun vəsaitləri hesabına. Ancaq burada isə birbaşa dövlət büdcəsinin hesabına ödənilir. Bu isə bir daha onu təsdiqləyir ki, dövlət büdcəsi ölkə vətəndaşlarının güvənc yeridir. Təşəkkür edirəm, minnətdaram sizə dəyərli fikirləriniz üçün. Namiq, belə yeni qanun layihəsində, daha doğrusu mövcud qanun layihəsində nəzərdə tutulan yeni dəyişikliklər bunlardan ibarət idi. Bizim çatdırmaq istədiklərimiz bu qədər. Söz yenidən sizdədir. Təşəkkür edirik Elnarə ətraflı məlumat üçün. Bəli, Azərbaycanda